evlərindən oğurluq edənlər saxlanılıb. Şəki sakinləri Qeyşəddinov Kənan Çələbi oğlu tanışı Qədirzadə Vüqar Rahiboğlu ilə birgə Şəki şəhər sakini Xeybər Yusifova məxsus evdən bir ədəd plazma televizor oğurlayıblar. Bundan başqa Qədirzadə Vüqar 2015-ci ilin mart ayında Şəki sakini Mehman Hüseynova məxsus mənzildən qızıl zinət əşyaları da oğurlayıb. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Şəki şəhəri Mahmud Əliyev küçəsi ev 1, drop 7 ünvanında yaşayan Mehman İmanova məxsus evə qanunsuz daxil olaraq orada dəyəri 2000 manat olan bir ədəd kişi qol sadı və müxtəlif dəyərdə qızıl zinət əşyaları oğurlayaraq aparıb müxtəlif şəxslərə satmışdır. Hal-hazırda qeyd olunan şəxslər ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayət əməlinin törətməsi, eləcə də törətmiş olduqları cinayətdə başqa şəxslərin də iştirakının olub-olmaması müəyyənləşdirilir. Davam edirik. Qəbələnin Vəndam qəsəbəsində keçən əsrin əvvəllərindən inşa olunan bina hazırda məktəb kimi fəaliyyət göstərir. Yenicə yay tətilinə çıxan məktəblər və eləcə də